TikToker Mahirə Maranskayanın fahişəliyə cəlb etmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb. Onun işinə Abşeron rayon məhkəməsində baxılıb. İşi üzrə bir neçə qadın zərər çəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə TikToker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib. Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb. Məhkəmənin hökmü ilə Mahirə Maranskaya gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb. Qeyd edək ki, TikToker Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.